Mən izləyən hər kəsə Allahın salamı olsun. Kanalıma xoş gəlmisiniz. Bugün sizə çox dadlı ev çolpasına çoban aşını necə hazırlayıramsa onu paylaşacağım. Malati də edə bilərsiniz. Mən bugün çolpadan etdim. Yaxşıca yuyulmuş, təmizlənmiş çolpanı qoyacağım indi pörtülsün. Pörtüldükdən sonra isə istifadə edəcəm. Suyunu da təbii ki istifadə edəcəm. Çünki ev çolpasının suyu həm vitaminlidir, həm də gözəl yağlı olur. Burada çolpa pörtlənərkən soğanları yaxşı 3 soğan istifadə edirəm. Çox xırda olmayacaq şəkildə doğrayıram. Sonrası yağ əlavə edib qoyuram ki qızarsın. Tam qızarmamış duzunu, istiotun, sarkükünü əlavə edəcəm. Biraz rəngi değişdikdən sonra pörtlənmiş çolpanı da əlavə edəcəm ki bir yerdə azcana qovrulsunlar. Elə də yeməyi daha dadlı olur. Biraz qovrulduqdan sonra isə kənarda yuduğum düyünü, mən düyünü suda saxlamıram, adətən yuyub birbaşa istifadə edirəm. Burada da çolpanın suyunu qəşəngcə süzmüşəm. Təmiz olsun deyə. Düyünü beləcə yumuşam. Yuyulmuş düyünü əlavə edəcəm birbaşa ətin üzərinə. 1-2 dəqiqə fırlatdıqdan sonra isə suyunu əlavə edəcəm. Suyunu əlavə etdikdən sonra aşın duzuna da baxa bilərsiniz. Şit olmasın deyə. Beləcə sonra isə qoyacağım bişsin. Tam suyu çəkildikdən sonra isə altının xodunu azaltıb belə dəsmal bağlayıram ki dəm alsın. 5-10 dəqiqə dəm aldıqdan sonra aşımız artıq hazır. Çox gözəl dadlı plov alınır. Çoban aşı deyilir biz tərəflərdə bu yeməyə. Dadı da gözəl olur, əti də gözəl olur. İnşallah ki hazırlamamısınız, siz də hazırlayıb sınayarsınız. İzlədiyiniz için təşəkkür edirəm. Əgər bura qədər izləmişsinizsə kanalıma abunə olub dəstək olmağı, rəy bölməsində rəylərinizi yazmağı unutmayın. Hər birinizə təşəkkür edirəm. Göz haqqınızı helal edin. Sağ olun.